Salam əziz abituriyentlər. Bir şuma abituriyentlər bu reaksiyalarda sadəcə problemlər çəkir. Yaxınlaşdırıram. Bu yeni topul 2025-ci il kimya toplusunun sualıdır, oksidlərin ölçüsünün sualıdır və buradakı reaksiyalara gəlin bir yazaq. Ən birinci A variantı birinci sualdan, birinci reaksiyadan başlayacaq. Əmələ gəlir. Sulfat turşusu əmələ gəlir. Bilirsiniz ki, qatrinita turşusuna çox zaman nə əmələ gəlir? NO2 əmələ gəlir və nə əmələ gəlir? Su əmələ gəlir. İkinci gəlir. Mis 2 nitrat əmələ gəlir. NO əmələ gəlir. Nitratda ən son NO-dur və bir də su əmələ gəlir. Deməli, mənə nə deyir? Hər iki reaksiya nəticəsində, yəni verilən iki reaksiya nəticəsində turşu oksidləri alınır. Gəlin baxaq. Birincidə bəli, NO2 turşu oksidi olduğu halda NO turşu oksidi deyil. Ona görə nə oldu? İkinci tərəfə görə A variantını çıxdıq. Keçək indi B variantına. Bəli, B variantındakı hər iki reaksiyanı qeyd etdim. Fosforun karbon O2 qarşılıqlı təsirindən nə əmələ gəlir deyə sorsanız, bu iki reaksiyada, hər iki reaksiyada fosfor 5 oksidinin alınmasına baxsanız əgər görə bilərsiniz. Nə əmələ gələcək? P2O5 fosfor 5 oksid və kalium klorid birinci reaksiyada. İkinci reaksiyada isə alınacaq kalsium silikat və fosfor 5 oksid. Gördük ki, bəli, hər ikisində də alınan oksid nədir? Turşu oksididir. Cavab elə B variantıymış, amma biz burada əsas məqsədimiz bütün variantlardakı reaksiyaları yazmaqdır. Bildiyiniz kimi natrium və kalium karbonat istisna digər bütün karbonatlar parçalanır, müvafiq oksid və karbon qazına. Bəli, burada karbon qazı sevki və turşu əmələ gətirən oksiddir, amma silisium oksidin karbonla qarşılıqlı təsiri. Burada silisium oksidin karbonla qarşılıqlı təsirinin iki cür reaksiyası var. Az miqdarda karbonla reaksiyasından silisium və dəm qaz əmələ gəlir. Çox miqdarda karbonla reaksiyasından isə karbonat silisium karbid yəni və dəm qaz əmələ gəlir. Deməli, burada dəm qazı nədir? Turşu oksididirmi? Xeyr, dəm qazı turşu oksidi deyil. Elə məhz buna görə də C variantı da nədir? Yanlışdır. Növbəti D variantına baxaq. D variantında natrium nitratı tanışdırsa nə əmələ gəlirdi? Natrium nitrit, natrium NO2 və O2. Natrium nitrit oksigen əmələ gəldi. Ona görə birinci reaksiyada nə oldu? Oksigen əmələ gəldi. Daha sonra ona görə ikinci reaksiya getdi. Elə məhz buna görə belə gedə bilər. Amma ki biz bilirdik ki, karbon qazı maqnezium nitritini yandıra bilir. Nə olurdu? Yandırırdı. O zaman nə əmələ gəldi? Karbon və maqnezium oksid əmələ gəlirdi. Maqnezium oksid nədir? Əsas oksiddir. Zaten burada görə getdi. Növbəti O2, NO2 və nə? Su əmələ gələcək. Əslində burada necə ki kükürt qazı nitrat turşusu qarşılıqlı təsirindən sulfat turşusu əmələ gətirdi. Burada da əslində karbon turşusu əmələ gətirdi. Sadəcə karbon turşusu nədir? Davamsız olduğu üçün karbon qazı və oksigen və suya parçalanır. Elə məhz buna görə burada isə karbon qazı və NO2 götürmək olar. Yəni birinci reaksiya doğrudur. İkinci reaksiyaya baxaq. Görmüsünüz, fosfor nitrat turşusu qarşılıqlı təsirindən nə əmələ gəlirdi? Nə əmələ gəldi? Ortofosfat turşusu H3PO4 və NO. NO nədir? Duz əmələ gətirməyən, turşu əmələ gətirməyən oksiddir. Ona görə də o nəyə deyirik? Çıxarırıq, yəni turşu oksidi deyil. Ona görə də burada düzgün cavab B variantıdır. İndi növbəti sizə bir üsul öyrətmək istəyirəm. Bu reaksiyanın əmsallaşdırması ilə bağlıdır. Bu tamamilə düzgün bir üsuldur. Xeyr, lakin yaddaşda saxlamaq üçün çox gözəl bir üsuldur. Baxın biz burada yazdıq. Biz nəyi bilirik? Biz bilirik ki, bor 3-cü qrup elementidir, deyilmi? Biz bilirik ki, kükürt neçənci qrup elementidir? 6-cı qrup elementidir. Karbon neçənci qrup elementidir? 4-cü qrup elementidir. Fosfor neçənci qrup elementidir? 5-ci qrup elementidir. Bir çox uşaqlar bunları əmsallaşdıran zaman yazırlar və sonra əmsallaşdırmağa çalışırlar. Bəzi reaksiyalarda bunlar asan baş verir. Lakin bəzi reaksiyalarda isə artıq testologiyada nə etmək lazımdır? Mümkün qədər sürətlənmək lazımdır. Bu zaman nələrdən istifadə edirik? Bor 3-cü qrup elementidirsə qatrinita turşusunun belə istifadə edirik. 3 mol nisbətində gələcək. Yəni bor 3 mol nitrat turşusu istifadə edəcək və alınan NO2 qazı 3 mol olacaq. 3 azot, 3 azot. Kükürt 6-cı qrup elementidir. 6 mol nitrat turşusu istifadə edəcək və əmələ gələn NO2 6 mol olacaq. Növbəti artıq buradan hidrogen sayına görə, yəni çünki bir dənə kükürt oldu. Bax burada bir kükürt. Artıq hidrogen sayına görə də yazmaq istəsəniz 6-ya çatdırmaq üçün burada suyun qabağını çalacaqsınız. Karbon neçənci qrup elementi? 4-cü qrup elementidir. 1 4. Yəni 1-in 4 nisbətdə. Buradan da asanlıqla NO2-nin qarşısına 4 yazacaqsınız. Digərləri zaten çox asan bir şəkildə əmsallaşacaq. Çünki çox zaman elə suyun qabağına 2 atılır. Su əmələ gələndə. Lakin fosfor qatrinita turşusu ilə qarşılaşırsa fosfor 5-ci qrup elementidir. 5 mol nitrat turşusu istifadə edir qatrinita turşusu və 5 mol NO2 əmələ gələcək. Və burada hidrogenlərin sayına baxsaq elə əmsallaşdırmaq da çoxdur. Çünki 5 dənə hidrogen var. 3 hidrogen burada, 2 hidrogen də burada. Yəni bu cür. Siz sadəcə buradakı turşuları və NO2-lərin qarşısına uyğun gələn elementin qrupunu yazsanız, o zaman əldə edəcəksiniz. İndi deyəcəksiniz ki, müəllimə, durun nitrat turşusunda fosfor necə idi? Gəlin qeyd edim. Fosfor üstə gələk HNO3, üstə gələk su. Nə əmələ gəldi buradan? Yenə H3PO4 və NO. Bəli, burada da fosfor 5 mol nitrat turşusu götürür və 5 mol NO əmələ gətirir. Sadəcə olaraq. Burada 3 mol fosfor
Belə yadınızda saxlaya bilərsiniz. Durun nitrat turşusunda fosfor normalda neçə variantı göstərir? 3 və 5 variantı göstərir, deyilmi? 3 mol fosfor, 5 mol nitrat turşusu ilə qarışıqlı təsirdə olur və 5 mol enamel gəldi. Artıq əmsallaşdırmalara ehtiyac olduqda 5 burada var. 5 orada var. Nitrat turşusu və bura 2, burada 3 əlavə etsəm, bəli, hər şey qaydasında fosfor 3 olduğu üçün 3-ə tamamlayıram. Burada neçə dənə oldu? 6 dənə. Burada əsas 9 dənə, burada 5 dənəsi var idi, burada 4 dənə var idi. Yəni hər cürdə 5 mol nitrat turşusu götürəcək fosfor. Sadəcə qatı nitrat turşusunda 1-in 5-ə nisbətdə, duru nitrat turşusunda isə 3-ün 5-ə nisbətdə gələcək bunlar. Yəni bunlar testologiyada istifadə etdiyimiz kiçik toxunuşlardır. Daha sürətli test işləməyimizə kömək olur. Ümid edirəm bu video sizin üçün aydın və dəstəkləyici oldu. Əgər başqa bir sualınız varsa, kimya ilə bağlı, testologiya ilə bağlı, yəni test işləyərkən sürətlənmək, testdəki bəzi reaksiyaları daha rahat yadda saxlamaq, bəzi mövzuları daha yadda saxlamaq, bu tip filtri variantlar, yəni kömək edici qısa üsullar. Sizə hansı üsullar maraqlıdırsa, nələr yadınıza qalmırsa, buyurub soruşa bilərsiniz. Əlimdən gəldiyi qədər onları qısa izah və yaxud da qısa bir keçid izah edə bilərəm sizə. Ümid edirəm bu video həqiqətən sizin üçün faydalı oldu və gələcəkdə istifadə edə bilərsiniz.